Ramazan ayı, əvvəl onu qeyd edim ki, Quran-ı Kərimdə adı çəkilmiş yeganə aydır. Ramazan ayı ona görə müqəddəs aydır ki, Allahın insanlara bəxş etdiyi son kitab Quran-ı Kərim bu ayda nazil olur. Ramazan ayının üstünlüyü oruca görə deyil. Ramazan ayında biz oruç tuturuq təbii. Amma Ramazan ayı ona görə fəzilətlidir ki, bu ayda Quran nazil olub. Quran Qədr gecəsində nazil olub və Allah bu ayda bizə orucu vacib edib. Orucun əhəmiyyəti nədən ibarətdir? Bilirsiniz, insan yeganə varlıqdır ki, onun daxilində bir mübarizə var. Biz həmişə özümüzlə mübarizə apara bilirik, biz seçim edə bilirik və insan yeganə varlıqdır ki, özünə yox deməyi bacarır. Digər canlılar instinktiv olaraq hərəkət edir və instinktlərinə tabidir. Amma insan bir şey istəyib etməyə bilər, ya istəməyib edə bilər. Bax, insan Ramazan ayında hiss edir ki, bioloji varlıq deyil. İnsan mən kiməm sualının cavabını tapır. İnsan hiss edir ki, onda bir mənəvi hissə var, bir mənəvi yön var və insan mənəvi yönünü maddi yönünə qalib etdirir sanki. Yəni, insan müəyyən təbii ehtiyaclarından imtina edir. Bu, onda güclü iradə formalaşdırır. İnsan özü ilə mübarizə aparmağı bacarır və güclü şəxsiyyət kimi formalaşan insanlara baxın tarix boyu. Məhz özlərinə qarşı getməyi bacaran insanlar olur. İstər idman sahəsində, istər elm sahəsində, istər siyasət sahəsində, istənilən sahədə uğur qazanmış insanlar özünə yox deməyi bacaranlardır. Hər ürəyini istədiyini edən insan elmdə bir uğur əldə edə bilməz. Çünki elm oxumaq üçün biz müəyyən rahatlıqlarımızı qurban verməliyik. Sənətdə də belədir, istənilən sahədə. Və insan kamilliyinin düsturu bundan ibarətdir. Ramazan ayı məhz özünə qarşı getmək, öz istəklərini tənzimləmək və özünə hesabat vermək ayıdır. Ramazan ayı bizə özünü təftiş etmək imkanı yaradır. Biz bir qədər maddi həyatın səs-küyündən uzaqlaşıb mənəvi dünyamıza başvururuq. Və oruç tutanlar təsdiq edər ki, insanda qəribə bir əhval-ruhiyyə olur. Daxilən insan özünü rahat hiss edir. Bu, məhz insanların özünə qələbə çalmasının bir sevincini insan yaşayır. Saatlarla əlbəttə Ramazan ayının fəlsəfəsi haqqında danışmaq olar və günümüzdə də mən düşünürəm ki, ən fundamental suallardan biri insan kimdir sualıdır. Müxtəlif filosoflar müxtəlif tərif verir. Biri deyir, insan insanın canavarıdır. Bir insanı sırf maddiyatla məhdudlaşdırıb. Ramazan ayı oruç tutmaqla insanı anladır ki, kimdir insan? İnsan Allahın yaratdığı ən üstün varlıqdır. İnsan bütün varlıq aləminin ən seçilmişidir. Üstünlüyü nədir? Üstünlüyü ondadır ki, insan özünə qələbə çalmağı bacarır. Məsələn, digər canlılar, heyvanlara niyə görə qayda, qanun tətbiq edilmir? Çünki onun seçim imkanı yoxdur. Amma insan seçim imkanına sahib olduğu üçün digərlərindən fərqlənir. Bəli, insan ucalmaq istəsə, ən uca mərtəbəyə çata bilər. Enmək istəsə, alçalmaq istəsə də ən alçaq nöqtəyə çata bilir. Bax, bu insanın özəlliyidir və Ramazan ayı bütün bu fundamental suallar əsasında, ətrafında düşünmək fürsəti yaradır.